piyada ərəfəsində. Qoy elə turistlər gəlsin, görsün ki, camaatın ətə sarıyıblar. Hər yeri bəzəməklə deyil, camaatın ürəyi üzülübdür. Nə qədər kirə vermək olar, nə qədər? 2006-cı ildən Yeni Yasamal MTK tərəfindən tikilən bina indiyə kimi sakinlərə təhvil verilməyib. Sakinlər deyir ki, evləri müqavilə ilə nəqd ödəniş etməklə alıblar. Binanın sədri Cahangir Alışov dəfələrlə vəd versə də sakinlər 9 ildir evlərinə köçə bilməyiblər. Hamı yığılıb qardaşlar, gedib o İlham Əliyevi otağın qabağına tökülmək lazımdır. Gözlə, bizi 7 ildir gözlədirlər. Sonra axıda gələndə bizim üstümüzə qoçu salırlar, bandit salırlar. İçəri görsən 7 nəfərdə durmursan döyməyə, təhqir eləməyə. Elə olmuş şəxsən mən bir dəfə qaçdım canımı güclə belə qutardım. Prokuratorun sözü belədir ki, siz bizə naxaq şikayət eləmişsiniz. Biz Cahangir Alışovla bacaramırıq. Siz verin mülki məcəllər verin. Biz də axırı bir də şikayət elədik, yoldaş ol. Sən dövlətdən maaş alsın. Sən vəzifə borcun ki, sən vətəndaşların 200 ailənin 8 milyon pulu gedib. Nə boyda kimi cəmaat evsiz qala bilər? Və bu pulu bura nəyə keçmişik? Nağd əlimizlə pul vermişik. Yaxşı, biz ki, bu evi alıb içinə girə bilməyəcəkdik. O əlini qoyur qulağının dibinə, gedir orada yatır. Biz də gəlib burada bütün günü nervi yiyib gedirik. O da deyir, mən istəyərəm, kimə istəyərəm, o da sataram. Satsın gör nətər satır. 2 dənə ev satıb verib buranı almışam, 5 ildə kvartirada qalıram. Mənim kimi minlərlə, 250 ailə bu dəqiqə məndən də betər vəziyyətdə olanlar vardır. Mübariz Əliyev binanın təhvil verilməməyinə başqa səbəb göstərir. Burada Maqsud adında köməkçisi var, bir də Fuad. Onlar axırda ayrıldılar, ikisi də atdılar Cahangirə. Fuad getdi, bir daha nə? Bu sənətdə fiktivli sənətdir. Fuad tutuldu. Mən Mehriban xanıma müraciət edəndə korrupsiya göndərdi. Fuadı tutdular. Maqsud da çıxdı aradan, qaldı bu Cahangir təkcənə. Bir pulu ödəyə bilmədi, bu daha bura qalıbdır. Ölkədə kim var hamısına yazmışam. Milli Məclis Sədr Müavini Valiya Ələsgərovun qəbulunda olmuşam. Deyib get döy pulunu al. Milli Məclisin Sədr Müavini deyib get döy pulunu al. Cahangir Alışovun vəkili binanın qısa zamanda təhvil veriləcəyini bildirir. Demək olar ki, xırda işlər qalıb. Yəni o işləri də qurtarandan sonra yəqin ki, yaxın müddətdə binanın təhvil verəcəyik inşallah. Yersiz göndərib, özü gəlsin də bura. Özü gəlsin də bura. Evini çıxsın, versin mənə. Dövlətin ədalətdən qaçmaq olmaz. Qardaşım, evindən çıxsın, versin evini mənə. Geçsin o qalsın da evdə orada. Binanın üstündə Bakını tikilər, təmiz Bakı tikildi. Xəbərim var o tərəfdən. Heydər Əliyev prospekti boy-boy tikilib. Burada bir şey qalmıyor. Kimi söz vermişdi, sanırım. Bir dənə binanın əlində acil qalmışsınlar. 250 ailə burada. Zaur müəllim, siz özünüz yaxşı bilirsiniz ki, o gün də siz özünüz Cahangir müəllimlə görüşdünüz, söhbət edərsiniz. Yəni Cahangir müəllim hər dəfə eyni şeyləri deyir, amma biz müqavilə bağlamışıq. Görüşəndə sizə də dedik, yaxın müddətdə inşallah qurtarır. Sakinlər bildirir ki, evlərinə zəng edərək 31 may toplantıları ilə bağlı xəbərdarlıq da ediblər. 9 ildir kirayələrdə qalan sakinlər evləri təhvil verilənə qədər burada toplaşacaqlarını bildirirlər. Əsas qərar oldu ki, gələn həftə 6 günlük şəhət verir. Prezident mənə 65 manat verir, 4 il vuruşmağıma görə. Zabitəm. Mən də 350 manat verib kvartirada qalıram. Prezident sağ olsun.